Əslində rahatdır. Bu sizə indi hal-hazırda çətin görünən şey, siz mövzulara birdən-birə girişsəydiniz, onda görəcəksiniz ki, yox. Heç cür getmir. İndi yavaş gedib, arada sürətdən sadəcə zəifləyir. İndi əladır, yəni indiki vəziyyət əladır. Atribut tipi nədir? Yəni atributlar ümumiyyətlə nə idi? Onun dataları, həmin obyektin dataları idi. Klassda olan və yaxud da sonradan gələn. Daha dərindən burada baxırıq. Ümumiyyətlə içərisində dəyişənlər var idi. İki tip dəyişən var. Instance var, bir də class variable var, dəyişənlər var. Çox adam bunları qarışdırır. Ona görə başlanğıc səviyyədə bunu vurğulamaq lazımdır ki, əvvəldən bu səhvi eləməyin. Atribut dediyi nədir? Obyektin və ya klassın saxladığı məlumat. Data, düzdür? Yaş, olsun ad, məktəb, universitet falan, bəs məkan. Bunlar hamısı olacaq atribut. Bunu bilirik. Burada bəzi şeylər təkrar yazılıb. Siz ona çox da belə fikir verməyin. Əsas odur bildinizsə keçin bilmədiyi hissələrə. Ümumiyyətlə atributların, dəyişənlərin, yəni dəyişən biz öyrənmişik də indiyə qədər. Orada klassın içərisində atribut. Bunların iki növü vardı. Instance, bir də class. Instance nədir? Hər obyekt üçün ayrı saxlanılan atributdur. Yəni biz buna klassın ilk dərslərində baxmışdıq əslində. Bir obyektin dəyəri başqasına təsir eləmir. Bunun üçün bir nümunə. Bunu götürək. Başa düşməyən kimi soruşun, sonra birazdan deyirsiniz ki, çətindir. Baxın, obyekt yaradıram. Necə yaradıram? S1 bərabərdir. Student Elvin, bir dənə də məlumat ötürməliyəm. Yaşlı olsun 30. Düzdür, bu Elvin S1 obyekti. Yəni insan da obyekti proqramlaşdırmada, maşın da obyekti, hamısına obyekt kimi baxır. Biz baxırıq, bu canlıdır, bu cansızdır. Proqramlaşdırmada o cür yanaşma deyil. O hər şey obyekt proqramlaşdırmadır. Ona görə adı obyekt yönlü proqramlaşdırmadır. Sonra bir dənə də yaradırıq. S2 bərabərdir student 50. Bu da olsun 20. Düz. Bax, indi bu vəziyyətdə mən desəm ki, print. Biz burada init vasitəsi ilə göndərdik nələri? Adları, bir də yaşları. Düz. Amma burada ola bilər ki, default dəyərlər olardı. Name. Məsələn, name boş string olardı və yaxud da bir ad olardı. Burada age ola bilərdi. Bu da məsələn 0 olsun hələk. Bu vəziyyətdə ola bilərdi. Biz məlumatı göndərmədən də baxa bilərdik. Hətta burada age, məsələn school yazaq. School bərabərdir Bakı Dövlət. Düz. İndi hal-hazırda mən name-dən age-i müdaxilə eləyirəm. Halbuki burada yaradılmışdı hər iki obyektdə. Üçüncü obyekt yaradılsa və ona göndərilməsə, heç nə göndərilməsə, o götürəcək bunları, bu atributları. Bunlara diqqət edin, əsas hissədir. Və mən görürəm ki, mənim əlim çatmayan budur. Çünki mən burada onu verməmişəm, mənimsətməmişəm, heç nə. Müdaxilə eləmirəm. Heç cürə mən yaranan obyektlərin belə deyək ki, school-una, yəni məktəbinə müdaxilə eləməyəcəm. Bu nəyə oxşayır real həyatdan? BMW markasının versiyaları gəlirsə, növləri gəlirsə, onların hamısında bax burada yazır ki, məsələn, əsas marka BMW. Yəni bu fərqi yoxdur. Hansı versiya çıxsa, onun əsas kökü BMW-dir. Bunu dəyişmək olmaz. Bunun sən ayrı-ayrı necə dəyişə bilərsən? Mən sizdən soruşuram. Məsələn, bizə deyilir ki, klassın içinə dəymədən Elvin köçdə başqa
universitet. Hal-hazırda məktəbi budur deyil, adadır. Necə dəyişə bilərik bunu? Elvin, söz səndədir. Mən bunu yazana qədər. Fikirləş. Şeydir, metodla eləmək olar onu. Klassın içərisində heç nə yazmıram. Ancaq bax sözdə klass bitəndən sonra nə bir kod yazım ki, sənin məktəbi dəyişim. Amma buradan biz dedik ki, burada əlimiz çatmır da, hal-hazırda burada bu vəziyyətdə çatmır. Mən lap bura gəlib yazsam ada, nə bilim nə, götürməyəcək də, bunu icazə verməyəcək. Bəs mən bax burada hansı kod yaza bilərəm və yaxud da burada hansı kod yaza bilərəm ki, sənin məktəbi eləyim ada. School kvadrat mötərizədə universitetin adını yaza bilirik orada. Elə çıxır. Məsələn, necə? Denən yaz. Məsələn, printin Burada, içərisində buradan yox, aşağıda printin içərisində schoolda kvadrat mötərizədə məsələn yazırıq həm ada. belə yazma olmur axı, bu düzgün yazış deyil. Başqa bir şey fikirləşməlisən. Mənim belə yazmamışdım. Sef neyim bərabər idi skula. Bu skula yox, Biz Adolfun bu. yox, bu klasa dəymirik. Buna da dəymirsən. Burada nəsə Deməm, fikir. kənarda yazaq da. Hə, burada nəsə fikirləşmək lazımdır. Elvinin Yazaq skulun dəyişək. bərabərdir. Student. Necə eləyək denən? Nə bilməm, S3 bərabərdir. S3 yox, mən S3 demirəm axı, Elvindən danışıram. Elvin var. Onda S1 nöqtə, ayda bilmirəm. Düz dedin, denən. S1 nöqtə. S1 nöqtə. Sonra? Düşünürəm, neyim? Neyimi niyə? Neyimi dəyişmək istəyirsən? Nəyi dəyişmək istəyirsən? Atribut olma. S1 school bərabərdir, adı olmaz elə. Kopya çəkdin, hə? Yüngül var, hə? Gül kimi bax, sən başlayırsan, başqası səndən uğrayıb cavab verir. Qoyma da. Mən də yavaş danışıram, müəllim. Nə? Daha danışmaram. Hə. Danış, o əslində sənin problemin deyil. Bundan sonra mənim kodlarım həsəd qalarsınız, yaxşı. Fatimə, əslində sənin problemin deyil, o könlün problem. Könlün başlayıbsa, çətin yerin deyib asandı demir. Mən düşünmüşdüm, olsa prosto yəni könül dedim desin də könül nə var ki bunda. Demədi. Görüm çətinliyi çəkdim, mən davam etdim. Düşündünsə denən, qorxma. Mən burada heç kimi asmam, kəsmirəm. Astınız da, yaxşı ki demədim. Susuram. S3 bərabərdir student Fatimə 18 yaş. Mən gəldim burada print. İndi Fatimənin məktəbi adı olacaq, yoxsa Bakı Dövlət olacaq? Hansı olacaq? Heç bir olmayacaq. Baxın bir dəqiqə yuxarı. Öz məktəbi özün tapın. Yoxdur axı, mənim məktəbim niyə yoxdur? Yoxdur mənim məktəbim. Nə bilirsən yoxdur? Yoxdur axı, S3 yoxdur axı, heç nə yaratmamış. Yaratmışam da. Yəqin orada budu çıxacaq. Hansı çıxacaq? Budu. Niyə? S3.school yazmışıq da. Bəs niyə O ad da oldu? budu Axı deyil. biz burada skulu dəyişdik, adı elədik ondan əvvəl. O S1-ə aid deyil. Hə, düzdür. Könül dedi. Mən nə dedim bəs? Dedim də S3-ün yox, neysə. Mənim niyə Bakı Dövlət oldu ki? S3-ün yoxdur, var axı. Burada S3 bu klassdan yaranıb. Bunun skulu var axı Bakı Dövlət. Hə, görmədim. Prosta onu dəyişməmişik. Hə, görmədim. Yaxşı, indi mən istəyirəm ki, nə əlavə edək? Özüm 18 yaşım yoxdur. Olsun da indi yazmışıq. Ona takılmır. Hə, biz indi nə eləmək istəyirik? Biz istəyirik ki,
ə, tələbiyə şey də əlavə edək. Əlaçı zərbəsi. Bunun nə olar ki, ingilis sınavına ad yazmaq lazımdır, atribut olaraq. Nə yazaq ki? Level olsun da yaxşı. Əlaçı Dərəcə. hə, nə? Dərəcə getirdi o, hə? Degree də olar da, yaza bilər. İndi biz nə əlavə edək? Yoxdur burada fakt ki. Olanı dəyişə bildim. Götürdüm school nöqtəni dəyişdim getdi. Yoxdur da atribut. Orada yazmayaq school'un altından. Harda burada? Yox, Hə, klasa orada dəymə də, klası başqa yerdən Hə, götür. bildim. Mən eşitdim. Hə, burada yazmaq lazım. Nətə yazıram? S3 nöqtə nə? Grade. Degree, hə. Degree. Print. Düz də görə bilərsiniz bu arada. Baxaq işləyir yoxsa yox? İşləyir. Deməli, burada classda heç onun adı çəkilməyib, degree falan. Fikir verdirsə, bax, fərqli situasiyalar var. Self-lə avtomatik götürənlər hansı oldu? Name-lə age. Bu da dəyişəndir də, nə fərq var? Buradan gedir. Obyekt yaranan kimi init işləyir. Diqqətlə qulaq asın. Soruşanda da mən nətər deyirəm, ya cavab verin. Avtomatik olaraq name və age olacaq nə? Elvin əli. Fərqi yoxdur. 1000 dənə obyekti yaratsan, ona göndərən kimi adı və yaşı olacaq. Deməli, əslində bizim burada yazdıqlarımız bir işə yaramadı. Çünki bunun initi var. Bunun olmağı ilə olmamağı, o return'un aşağısında olan kod var deyə bir işə yaramır. Həmin söhbətdir. Həmin söhbətdir. Amma school biraz fərqlidir. School, burada biz ona müdaxilə edə bilmirik. School, yəni bundan yaranan bütün obyektlərə school verilir. Bura qədər hamı okeydir. Bəli. Olan school'u dəyişmək istədik. Elvinin school'unu dəyişdik. Necə dəyişdik? S1 obyekti Elvin idi. Dedi ki, S1 school'u adı idi. Yəni, budunu adı idi. Elvin universitetini dəyişdi. Sonra baxdıq. Sonra təzə bir tələbə yaratdıq. Bu səfər onun olmayan atributu var. Burada yoxdur, burada yoxdur. Konkret o klassda yox idi. Dərəcə. Onu da bu formada əlavə elədik. Gəl bu qaydaq əvvəlki yerə. Burada biz çox irəli getdik. Yəni əsas o da əsas şeylərə baxdıq. Bax fikir verdiniz, burada göndərilən məlumatların heç birinin bir-birinə aidiyyəti olmur. Bu S1-in adı yaşıdır, bu S2-nin adı yaşıdır. Ona görə də bunlara instance variable-dur. Biz yaxşı, mən sizə sual verirəm. Instance oldu. Bəs bu nə oldu? Sizcə? Class. Çünki adı və yaşı biz bunlarla təyin edirik. Bir-birinə eyni olmadı. Amma bu hamısında eyni oldu. Dəyişməsək. Ona görə də bu class olacaq. Görsə S1, S2 üçün ayrı saxlanırlar. Bunlar avtomatik S1 və S2 yarananda bunlar ayrıldılar. Adları, yaşları. O həmin ad, yaşlar oldu instance. Yəni bunların hər bir obyektin özünə məxsus bir dəyər verir. Gələk biraz aşağı. Niyə instance deyilir? Çünki fərqi yoxdur. Nə qədər obyekt yaratsa, onların hər biri klassın instansıdır. Yəni öz atributları, öz dəyərlər gedir öz dəyişənlərinə oturur. Ona görə də həmin o dəyişənlərə instance deyiləcək. Class variable nədir? Bax fikir versiniz, bax bunu yadda saxlamaq lazımdır. Bütün obyektlər üçün ortaq atribut. Fikir verdiniz, bax burada əgər bu formada verilibsə, yəni konkret olaraq və dəyişilmirsə, class variable-dur. Görürsünüz, yəni initlə və initlə ona əl çatmır. O da ona da diqqət edin. Əgər yazılsa ki, burada name, sonra bir dənə də school və biz yaradanda obyekti avtomatik olaraq universitetdə dəyişmiş oluruq da, school dəyişmiş oluruq. O class getməyəcək, class getmir. Çünki hər bir
obyektə fərqli olacağına görə, ola bildiyinə görə olacaq instance. Deməli, initdən kənar yazılanda, yəni initdən müdaxilə edə bilməyəndə o dəyişənə deyirlər class variable. Bunların fərqləri. Yəni fərqlərinə baxaq. Fərq. Sən görün, buradan qeyd eləmişdim mən onu aslında. Yəni fərqləri oldu ki, obyektlərdə fərqlənən dəyişənlər, bir-birindən fərqlənən o dəyərlər, onlar bu dəyişənlər oldu instance, amma hamısının ortaq cəhəti oldu class variable. Instance variable, class variable. Sonra bax fikir versən neyin fərqli ola bilər, amma school hamıda eynidir. Class variable dəyişsə nə olar? Class nə dedi? Ümumiyyətlə hamısının içərisində eyni olan, yəni obyekt yarananda avtomatik olaraq ona o atribut əlavə olunur. Biz onu bu formada dəyişirik. Bax burada. Fikir verirsiniz, bu kökdən dəyişməkdir. Biz indi bu formada elədikdə düzdür. Hamısı, bunu bir dənə təzədən çıxardaq. Düz. S1, S2 yox, biz bu səfər belə yazıq. Student biz aşağıda nələr çıxıb? A-da budur, falan basmaq üçün. Yəni A-da yazaq. Sonra burada print. Bizdə görə hansı tələbə harda oxuyurdu? S2 əlini dəyişmişik, dəyişməmiş. S2 nöqtə school. Baxaq nə baş verir. Artıq ondan sonra bax burada dəyişdi ya. Ondan sonra bütün obyektlərin kökdən dəyişmiş olduq. Sadəcə bu koda qədər necə idi? Hərənin öz school'u var idi. Burada biz nə etdik? Nə vasitəsilə dəyişdik? Klassın adı və sonra atributun adı bu formada dəyişdik. Elə bir gəlib necə elədik? Bunun içərisində ada yazdıq. Amma onunla fərqi var da. Çünki bax bunu görənə qədər bura qədər senaryo gedir budur. Bakı dövlət. Bunu görəndən sonra senaryo dəyişdi. Yəni biz bunu silib təzədən gəlib bura ada yazsaq, bu başqa cür olacaq. Bura hamısı adı ilə gələcək. Bu vəziyyətlə o vəziyyəti bir tutmuyor, yəni qarışdırmıyor. Bu formada dəyişdi, gördünüz. Biri var, bunu nəyəsə mənimsətmişik, o obyekt kimi, obyektin içində dəyişirsən, bir də var, klassın içində dəyişirsən. Bunu da bu günə qədər görməmişsiniz. Artıq hamısının, bax fikir versiniz, burada budur olduğuna görə dəyişdi, hamısının məktəbi dəyişdi. Sən yenə kimisə məktəbini dəyişmək istəyirsənsə, təzədən altından kod yazmalısan. Bir dəfə dəyişdi, hamıya təsir edir. Çünki class variable. Class variable dəyişəndə ondan sonra sən bütün yoxlamalarında görəcəksən ki, hamısında əslində dəyişib. Baxmayaraq ki, sən orada istisna eləmişdin, hansımısa elvini dəyişmişdi, əlini kökünə saxlamışdı o şeydə, baş dövlətdə falan da. Bunların hamısı elə bir sıfırlandı. Təzədən baxırıq, görürük ki, hamısı dəyişdiyimiz o class variable olacaq. Yəni adı elədiksə, bundan sonra bu klassdan yaranan bütün obyektlərin, yəni şəxslərin, indi şəxs deyək. Onların hamısının artıq məktəbi olacaq. Hansı universitet, Fatimə? Fatimə səsi bağlayıb çay içir orada. Qulaq asıram dərsə. Hansı olacaq belə dəyişəndə? Hamının universiteti. Burada ada çıxır da. Mən ada çıxıramdı. Hamısı ada, düzdür? S1, S2. Xeyr. Hamısı ada deyil. Birincidə biz budu təyin etmişdik. Fatiməni ada olaraq dəyişdirdik. İndi mən məsələn S3-ün school'una baxsam nə olacaq? Ada. S1-ə baxsam. Baxım S1-ə. Baxmağa ehtiyac var. Ada. S1-də adadır.
S2. Nəsə elə bir şübhəli danışırsan. Niyə şübhəli danışıram? Burada dəyişmişik də, bundan sonrası şey maraqlı olmamalıdır sənə. Harda hansı universitet adadır. Bura qədər mən soruşmuram. Bundan sonra baxsan. Bundan sonra ada. Sonra niyə özünü şübhələndirsən? Özümü şübhələndirmirəm, neysə. Klassı dəyişdik. Class variable dəyişdik. Instance variable dəyişsə nə olar? Instance ümumiyyətlə biz dedik ki, obyektin özü. Bu bizim nəyə oxşayır? Bax, real həyatdan deyək də. Hamısı, tutaq ki, BMW-lər, hamısı versiyalar, hamısı BMW əsas götürmüşdür ki, biz BMW-dən yaranmışıq. Kökümüz BMW-dir. Gəlib deyirlər ki, bax ki, BMW markasının adını dəyişirik. Bir MM edirik məsəl üçün. Axırıncı W-da M edəcəyik. Onda sən dəyişməlisən class variable dəyişməlisən. Yox, gəlib deyirlər ki, BMW-nin hansısa bir markası BMW-dən imtina eləyir. Tutaq ki də, keçir Mercedes-ə. Onda sən dəyişməlisən nəyi? Instance variable. Yəni, sırf o obyektdə olan, obyektə məxsus olan bax, görsən S1.S1-i yaratmışıq. Bununla dəyişəndə biz sadəcə S1-in içindəki məlumatları dəyişirik. Kökdən dəyişmək isə hansı qaydada oldu? Bu qaydada. Bax, fikir verin, S1 bərabər student yaratmamışıq. Birbaşa student school-un içərisini dəyişirik. Hər bir vəziyyət burada mümkündür, yəni hamısına rastlaşa bilərsiniz. Bu formada dəyişdik. Bu formada dəyişəndə təkcə birini dəyişəcək. Onsuz da birinci tələbənin adı Əli idi. Burada yaratmışdıq. Təzədən birinci tələbənin adını Murad elədik. Yəni, bu aydın məsələdir ki, ümumiyyət təsirləmir. Lap burada default name-də olsa təsirləmir. Bu nigardır, bu heç. Buna adiyyəti yoxdur. Bu vəziyyət çox daha rahatdır. Sonra yalnız S1 dəyişdi. Bu instance variable-dur. Attribute update nədir? Obyekt yaradıldıqdan sonra attributun dəyərini dəyişmək, update eləmək. Bax, fikir verin. Bizim burada bizim əslində bax color, save color deyir də, düz. Biz bu formada bunu eləmək olacaq update. Bunu götürək. Özümüz eləyək burada. Görə necə update nə gedir də, necə update eləmək olur. Bax, maşındır, car, düz. Buna rəng veriləcək sadəcə. Və onun rəngi olacaq. Bu save ilə yaradılan ümumiyyətlə nə oldu? Deməli, instance. Göndərəcəyim hər bir obyektin özünün. Burada konkret rəng olsaydı o heç. İndi hal-hazırda hər bir obyekti yaradanda mən göndərəcəm. Tutaq ki, onun olacaq rəngi. Mən burada göndərirəm. Deyirəm, məsələn, black. Print. Necə baxıram? Car 1 nöqtə col. Baxıram. Nə çıxır? Black. Sonra gəlirəm. Bu heç də bu özüdür. Update eləmək artıq biz onu təzədən yazırıq. Car 1. Bu əldə eləmək necə idi? Slicing metodu var idi. Dictionary-də var idi. Bunu da obyektdən də əldə eləmək yolu var. Yəni, atributun və yaxud da metodun adını yazırsan. Nöqtə. Sonra həmin o atributdur, metoddur, nədirsə onun adını. Əgər atributsa, mötərizə qoyulmur. Yox, metod olsaydı, belə mötərizə qoyulacaqdı və lazım olsaydı, onun içərisinə arqumentdə ötürüləcəkdir. Bu da funksiya dərsidir. Təzədən ora qayıdır. Bunu dəyişirəm, edirəm. White. Təzədən gəlirəm aşağı. Bir dəfə də baxıram. Görə indi nə olacaq? Artıq dəyişdik. Əvvəl yaradılanda ona qara ötürdü və həmin atributu bu qaydada dəyişdik. Necə dəyişirik? Yaranan obyektin adı, sonra atributun adı, sonra bərabərdir, normal.
Dəyişən qaydasında dəyişdik, update elədik. Bax, görsən, buna deyirlər attribute update. Bu terminləri də yadda saxlamaq lazım. Bax, burada məsəl üçün görürsünüz ki, və ad ötürülür və maaş ötürülür. Bunun yəni ötürülməli daha doğrusu. Burada bu formada Y1 ötürdüyü 50.000. Bu çox sadə nümunədir. Yəni, maaş 1000 idi və sonradan maaş artıb. Sən onu update eləməlisən. Gəlib bunun içərisində silib, təzədən pozub düzəltmək. Real həyatdan götürün də. Bax, bu deyə bilərsiniz, niyə görə biz belə update eləyirik də? Bu təzə öyrənəndə biraz baş qarışdırır. Gələk bunu silək 1500 yazaq. Bu düzgün üsul deyil. Çünki belə düşünün də, bax, işə girirsiniz, 50 işə girir, 1000 manatdan işə başlayır. Və 3 ay o 1000 manatdan dolanır. Sonra özün təkmilləşdirir, əlinə yeni maaş olur 1500. Faktiki olaraq 3 ay o 1000 manat işləyib. Və 3 ayda nələrsə yaşayıb. Həmin o yaşanan kodlar, o artırılan maaşa qədər olan kodlar buradır. O həmin o 3 ayda, 5 ayda nə qədərsə. Sən gəlib bunu dəyişsən, elə bil ki, hansı formada olur? Elə bil ki, getdin keçmişə, ərinin işə girdiyi ana. Orada 1500 yerdin, sonra qayıtdın. Artıq sən ərinin keçmişini dəyişmiş oldun. Gələcəyini də, yəni gələcəyi də dəyişəcək, amma sən ərinin son 3 ayını dəyişməməlisən. Çünki o senari belə gedir də, 1000 manat alıb artırılana qədər bu 1000 manatla işləməlidir. Ona görə də sən artırmaq, update eləmək deyəndə götürüb bunun için silib dəyişməməlisən, bu formada dəyişməlisən, bu update-ni istifadə eləməlisən. Vacib məsələ. Çünki bu kodda başlayanda belə deyiblərsə, deməli belə məsləhətdir. Burada bir senari gedir. Lazım olanda artırmaq deyəndə, update elə deyəndə bu formada artırırsan da, gəlib bunu silmirsən. Silsən ki, qarışacaq aləm bir. Metod içində update necə edə bilərik? Bu biz keçən tapşırıqda bundan istifadə eləmişdik. Keçməmişdik, amma istifadə eləmişdik. Bu nədir? Ümumiyyətlə, bu biz bilirik ki, init olan funksiya, bunun adı yoxdur, initdir. Bu avtomatik olaraq, məsələn, insan 1 bərabər employee. Mən buna initdə baxıram ki, nələri ötürməliyəm. O birisində baxmıram. Çünki hal-hazırda yaranır. Yarananda init işləyəcək və mən ona nələrsə ötürməliyəm. Ötürürəm Ali. Bir dənə maaş olsun. Yenə bayaqki vəziyyət. Ötürdüm. Initə uyğun yaratdım. İndi bu saxlanılacaq insan bir obyektində. Məlumatları 50 və maaşdan 1000. Və bu metoddan istifadə eləmək istəyirəm. Artıq bu funksiya adıdır. Amma görəm burada save istifadə olunur. Ona görə sizə mən istədim ki, save-dən istifadə edin. Normalda mən gəlib burada print deyirəm ki, insan 1 nöqtə salır. Normalda mən baxıram, görəm ki, 1000 manat imiş. Mən burada gəlib belə demirəm ki, baxın, diqqətli ol. Demirəm ki, insan 1 nöqtə salary bərabərdir. Təzədən yazaram insan 1 salary üstə gəl 500. Bu qeyri-professional, düzgün deyil. Əgər sən onun maaşını artırıb azaldacaqsansa, onun içərisində funksiyada yazırsan. İndi burada biz bu funksiyanı çağıran kimi, indi bunun cavabı mənə kim deyər? Funksiyanı mən çağırsam, yəni metod olaraq insan 1 nöqtə increase salary. Mən bura rəqəm yaza bilərəm, yaza bilmərəm. Burada nə proses baş verir? Kim izah edə bilər? Mən belə çağırsaq elə bizə 1500 verməz. Nə verəcək? 1500 verməz. Belə çağırsaq, bəli, 1500 verəcək. 1500 verəcək. Çünki artıq bu sistem özü qurulub ki, yəni 500 artırmalıdır. Bunu dəyişsək bəs, məsələn, 1000 eləsəm, neçə verəcək? Birincə neçə verəcək, ikincə neçə verəcək?
Aha. Neçə verəcək? Elə bil bu 1500 eləyir. 1500 1500-dən 1000 eləyir. 1500 nə edir ki? Buna baxmasan bura bax. O dəyişmədi qiymət increase salarin. Buradan dəyişdim də. Yox, insan bir dəyişmədi müəllim. Olur 1500. Aha, niyə qarışdırsın ha ki? Əvvəl maaşım 1000 idi. Sonra dedim ki, Hı hı. increase salarini işlət. Increase salardan 1000 gəldi, üstünə 2000. Hə, dəyişmirik. Cavab 2000 eləyəcək. Bu deyil hatta burada. Onda. 2000. Burada üstünə 1000 gəldi. Bəs indi istəyirəm ki, mənim deyəcəyim məbləğ qədər artsın. Öz başına 1000 götürüb artırmasın. Yadınıza düşdü görün. Yada düşdü. Increase-in Bəli. Hə, içərisində. burada onun içinə yazaq məbləğ, hə? Şu. İndi bu səfər 1000 idi, 350 artırdı. Bəs belə yazsam, mənfi 350 azaltdı. Gördünüz? Mənim istədiyim kimi. Amma update attribute, yəni bu attribut normalda yaratmışdıq biz unitlə salarini. Biz bunu yeniləməliyik. Axı yeniləndə salary bərabərdir çıxılsın, nə bilim, nəsə belə yazmırıq da. Bir dənə funksiya yaradırıq içərisində, artıran, azaldan, baxırıq, göstərən, show. Orada eləyirik proses. Sadəcə metod kimi onu çağırırıq və ya özü avtomatik 500 1000 artırıb azaldır, ya da biz deyirik ki, bizdən asılı olsun. Bizdən asılı oldu şey. Mənim yazacağım məbləğ qədər artıracaq. Bunun da adı gedir metod içində update. Metodun içində bu update eləyən bunu hardan bilirəm metod içində update'dir. Salary yaradılıb unitlə. Düzdür, attributdur. Biz o salaryni burada funksiya içində dəyişirik. Çağırılsa dəyişir, düzdür, amma yenə də bu dəyişiləcək də çağırılandan sonra. Görürsən, bax bu. Bu sadə nümunəsində. Bu metod çağırılanda avtomatik olaraq dəyişdi. Yəni metod attributu update elədi. Yeni attributu sonradan əlavə eləmək. Buna aid baxdıq məncə. S1, hə. Bu yaxşı, bu işləyir. Biz dedik ki, ümumiyyətlə burada içində heç nə yoxdur. Ona name əlavə elədik, age əlavə, bayaqları Fatimiyə nə əlavə eləmişdik? Degree, dərəcə əlavə eləmişdik. Bu da eyni qaydada sən bütün attributlara belə əlavə eləyə bilərsən. Bu yaxşı praktik deyil. Çünki niyə? Biz dedik, niyə düzgün deyil? Sonradan attribut eləmək. Sən indi təzədən fikir ver. Təzədən bir var class tələbənin konkret orada sistem qurasan ki, adı olacaq, yaşı olacaq, nə bilim, qiymətlər olacaq, nə olacaq, metodlar olacaq. Bir də onların hamısının hər bir tələbə üçün təzədən bir də sıfırdan yazsan. Bəs bunun hamısının oxuduğu universitet eyni idi. Onu bura yazmaq lazım idi. Metodlar var idi filan bəs məkan. Heç bir şey yoxdur. Sən gərək təzədən burada başlasan hər bir tələbə üçün bunları təzədən yazsın. Da onda klassın nə mənası oldu? Klass elə məqsəd olur ki, yəni bir sistem qurursan, attributlar var, metodlar var. Tələbə yaradanda, obyekt yaradanda ondan götürürdü hər şey və sən initlə bəzi şeyləri dəyişirdin. Bura məlumat ötürərək initdə dəyişirdin. Yaxşı praktik sayılmır. Init daha düzgün olacaq burada. Attribut delete nədir? Attributu silmək. Buna da baxmamışıq hələ ki. Biz indi bax belə deyək. Görün, burada tələbə yaratmışıq. Onu saxlayaq hələ ki. Bura qədər. Deməli, attribut, bunun hansı attributları var əlinin, yəni? Hansı attributları görürsünüz? Name-lə salary. Adı, bir də maaşı, düzdür? Mən indi istəyirəm ki, hal-hazırda bax, belə deyirəm, print insan 1 nöqtə name. Bizə nə verəcək? Əlini verəcək. Bəs belə yazsam, del insan 1
nöqtə name. Sonra düşdüm aşağı. Belə elədim. Nə deyir? Artıq bayaqlar var idi. Denlə pozubdur. Bəli. Yəni bu kodla biz atributu silirik və atribut error çıxır. Atribut error çıxır. Onda belə çıxır ki, atribut, bəs metodu silə bilərik belə. Ona baxarıq. Delete nümunəsi, bax, məsəl üçün, tutaq ki, qara rəng yaradılıb, verilib bura init vasitəsilə, birinci maşının rəngi qaradır. Sonra biz ona baxmaq istəyəndə atribut error çıxır. Bu adi nümunə. Obyekti silmək. Bəs bax, atributu silə bildik dellə. Obyekti necə silirik? Bir dənə buna belə baxaq. Bura qədər silirəm. Bax, obyekt deyəndə nə nəzərdə tutulur? İnsan 1. Obyekt. Bu classdır, employee classdır. Employee vasitəsilə mən insan 1 obyektini yaratmışam. Printlə deyirəm, mənə şey göstər. Deyir ki, employee obyekti. Yəni, employee klassından yaranan obyektdir insan 1-in içərisində. Bəs mən gəlsəm, mən onu bu formada, bax, belə eləsəm. İnsan 1 deyə insan 1 desəm. Təzədən mən gəlib ona baxsam. Nə çıxacaq? Bayaqlar göstərirdi, indi deyir yoxdur. İnsan, yəni obyekti də belə bu qaydada sildim. Artıq bizə nə çıxdı? Name error. Çünki bu adda deyir yoxdur. Bayaq atribut error idi. Niyə görə atribut error idi? Çünki yazmışdım ki, insan 1 nöqtə name. Nöqtə name'i sən axtarırsansa, bu atribut deməkdir. Amma insan 1-in özü obyektdir. Sən bunu silmək istəyirsənsə, silibsənsə, sonradan çap eləmək istəyirsənsə, o yoxdur axı elə bir obyekt. Yəni deyir ki, name error. Obyekt yoxdur. Bax, təzə başlayanlar ən çox burada çaşırır. Bunu da qeyd eləmişəm. Class variable override. Bu nədir? Görün burada necə göstərə bilərik onu. Hər dəfə deyirəm onsuz da bunu, yeni şey. Deməli, bax, burada bu hansı variable oldu? Bunun adı necə getdi? Class variable. Class, bəli, hamısına aid oldu. Amma addır, olacaq instance, hamısı üçün fərqli. S1-i dəyişdim. Bu da elədim. Sonra S2-nin school nə olacaq? S1-in school'unu dəyişdim. S2-nin school nə olacaq? S2-də yuxarıda hansıydı? Hə, elə o da adadır. Adam, hə. Çox adam burada çaşır. İndi belə diqqətlə baxanda bilirsiniz, amma yaza gedəndə elə bilirsiniz ki, birini dəyişdiniz. O, ümumiyyətlə təzə başlayanda elə bilirsiniz ki, birini dəyişəndə klassın içində dəyişir. Klassın içində necə dəyişmək lazımdır, onu gördük. Ona görə burada xüsusilə diqqətli olmaq lazımdır. Bir obyektin school'unu dəyişmək, yoxsa klassın school'unu dəyişmək, option. Ona fikir vermək lazımdır. Təzə başlayanlar burada çox səhv edir. Instance, ona görə nəyi bilmək lazımdır? Instance və class variable bilmək lazımdır ki, onu istifadə edəyəm. Bəs yoxdursa, biz sildik, ümumiyyətlə, bayaqları başa düşmədik ki, siləndə, bax, hal-hazırda əli var da, yəni mən burada gəlib desəm ki, insan 1 nöqtə name. Faktiki bunun adı var da, göndərmişəm burada adı. Və sonra o adı istəyə bilərəm də əli. Biz desəm ki, insan 1 age. Bizə nə verir? Atribut error. Bayaq da bunu gördük. Harada gördük? Mən gəldim, name'i sildim. Name atributunu sildim. Nə ilə? Dellə. Sonra təzədən print eləmək istədim. O da yox idi. Elə bir eyni qaydada. İndi age ümumiyyətlə yoxdur. Heç yaradılmayıb.
Nə yaradılmayıb, nə də silinməyib. Yoxdur. O olmadığına görə bizə atribut error çıxdı. Siləndə də eyni proses oldu. Siləndə də yox kimi qəbul edib. Atribut var yoxsa yoxdur. Necə yoxlayırsan? Bununla yoxlanmalıdır əslində. Bax bu. Has ATTR has kimi götürülür də. Yoxlamaq üçün deməli birinci obyektin adını veririk. Bu funksiyada da. Sonra da atributun adını veririk. Buna görə də gəlib yazaq. Deməli, görsən özü çıxdı. Birinci obyektin adı nədir? İnsan 1. Sonra da name. Baxaq nə çıxacaq. True. Və istəyəsən belə age yazsın. False. İndi deyərlər ki, müəllim, bu mənim nəyimə lazımdır? Onsuz da mən burada görürəm də. Hansı atribut var? Belə deyil. Bəs if else nə üçündür? Sən o atributu varsa, məsələn, filan iş görülməlidir. Yoxdursa filan iş görülməlidir. Ona görə if'in qarşısına atırsan bunu. Hətta bunu da sən inputdan gələn dəyərdən götürə bilərsən, başqa yerdən götürə bilərsən. Yəni 1000 dənə şey eləmək olar burada. Fərqli situasiya. If'in qarşısına atırsan. Əsas məsələ nədir? Məğzi başa düşmək. Atribut varsa true verir, yoxdursa false verir. İndi daha sən özün fikirləş. Atribut olsa nə etməlisən, olmasa nə etməlisən. Olsa onu əldə edib nəsə dəyişmək, nə bilim eləmək və ya da istifadə etmək. Yoxdursa nələr eləməlisən, o da if else-də işləyəcəksən. Atribut almaq. Bu da bax bayaq has idi. Bunu bir dənə dəyişib yazıram. Get. Görürəm nə deyir? Atribut error çıxdı yenə. Çünki yoxdur. Mən bunu əldə eləmək istəyirəm. Yoxdur. Belə bir atribut. Ona görə də o çıxdı. Və əldə eləməkdə bu formada biz əldə elədik. Olmayanda atribut error çıxdı. Əgər bunun bir dənə maraqlı xüsusiyyəti də var. Normalda biz yazanda atribut belə də yaza bilirəm də. İnsan 1.name atribut error çıxdı və s. Olmayanda nə çıxsın mən buraya yazıram. Not. Bu çox proqramlarda var bu arada. Hal-hazırda 50 çıxır. H yazaq. Not fun. Görsən mənim yazdığım. Ya da belə yazaq. Belə. Atribut yoxdur. Biz nə yazsaq, onu çıxarılacaq. Atributu dəyişmək isə setlə olacaq. Yəni bunu da baxaq bir dənə maraqlı xüsusiyyət görün burada. Qeyd eləmişdim onu. Burada bax məsələn obyektin adı, hansı obyektin adı dəyişmək istəyirsən onu, hansı atributunu və nə ilə dəyişmək istəyirsən. Formada. Deməli, del indi göstərəcəm onu. Del silmək. Dellə nələr sildik biz? Atributları, obyektləri. Setlə dəyişmək, getlə əldə etmək, hasla daha doğrusu olsun. Var yoxsa yoxdur onu baxdıq. Silmək delete oldu, update dəyəri dəyişməyə deyirlər atributun. Class variable nədir? Bütün obyektlər üçün ortaq. Instansı hər obyekt üçün ayrı. Bunları xüsusən yadda saxlamaq lazımdır. İş mühitində çox istifadə olunur. Deməli, təzədən bunu bir dənə S edəcəm. Burada da bunu silək. Olsun neyim? İnsan 1 dəyişirik, eyirik. Biz prosta bununla dəyişdik. Bununla artıq printə ehtiyac yoxdur. Biz burada normal qaydada bununla dəyişirik. Burada print
insan bir nöqtə name. Bayaqları printdən lazım idi istifadə edib, burada lazım deyil. Normal yarananda 50 idi. Biz onu set atributla adını dəyişdik. Yəni if-else ilə maraqlı işlər görmək olar burada. Və bu gün öyrəndiklərimizlə. Bax bu ümumiyyətlə ən çox səhvlər hansılar oldu? Class variable, instance variable nədir? Onlara başa düşmək. Birini dəyişəndə hamısını dəyişmək. Hamısı dəyişən necədir? Class variable dəyişəndə hamısı dəyişirdi. Bu instancedır. Bu və yaxud da obyektin özünə məxsus olan dəyişirik. Hamısında dəyişmir. Ayrı atribut yaranır. Delete eləyib sonra çağırır. Məsələn, belə səhvlər çox olur. Gəlir silir. Silmək lazımdır. Yəni sən bunu çağırmaq istəyirsənsə silməkdən əvvəl çağırmalısan. Siləndən sonra çağırırsansa atribut error. Sonra burada son olaraq da bu səhv olacaq. Əsas obyektlərin atribut nədir? Yəni obyektlərin hamı üçün məxsus olan, hər kəs üçün məxsus olan atributla personal atributun fərqini qarşıdırır. Hamıya məxsus olan, hər kəsə məxsus olan atribut, onu dəyişə bilirik və yaxud da kökdən dəyişirik və yaxud da hər obyekt üçün ayrı dəyişirik. Amma personal obyekt atribut bu hərəsi öz içərisində dəyişəcək. Bu gün yəni bu şeyləri əsas başa düşmək lazımdır, çünki çox olunan səhvlər elə bunlardır. Əldə eləməkdir, dəyişməkdir və s. İndi belə baxanda deyirsiniz ki, mən bunu belə bu formada sadə əldə edirəm. Elə ümumiyyətlə biz metodlarda, funksiyalarda keçəndə görmüşdük ki, bir şeyin 2-3 yolu var idi. Bunların hamısının gəlir də, yəni bu işlənmə məqamı gəlir onsuz. Siz elə nə qədər çox üsul bilsəniz, o qədər yaxşıdır. O bizdən deməyəcəm, onsuz da bir üsulu var da, nə edirəm ikinci üsulu öyrənəm. Məsələn, biz bunu belə dəyişdik. Bunu başqa bir dənə kömək edin mənə dəyişim sonra. Bax, indi istəyirəm ki, insan birin adını təzədən dəyişim ələ qoyum. Setlə yox, başqa cür. İkinci yol nə idi? Kim deyər? Bax, könülə vermişdim bu sual.